Avstriya vlogu ilə qarşınızdayım. Burada hal-hazırda tələbə kampusundayım Milanda, İtaliyada. Oradan gedirəm, dostlarımla görüşəcəm. Onlar Bakıdan gələcəklər, mən isə İtaliyadan gedirəm ora. Burada artıq biletimi aldım Milandan. Gedirəm Aeroport Ekspreslə. 10 kilo bagajım var və ümid edirəm ki, heç bir cərimə olunmaram. Ən qorxduğum şeylərdən biridir. Missiya uğurla tamamlandı, rahat şəkildə keçdim. İndi hal-hazırda təyyarəyə mindim və ilk dəfə bu ucuz təyyarələrin bərk oturuşunu hiss elədim. Biraz qorxmuşdum. Burada artıq Avstriyaya çatmışam və qatar bileti aldım. Eyni demək olar ki, Almaniyaya oxşayırdı. Almaniyada olmuşam və hər şey də burada onsuz alman dilində idi. Belə Sumqayıt yolu ilə gedirik şəhər tərəfə. Çox da uzun çəkmədi. Şəhərin mərkəzinə çatandan sonra da bas götürdüm, avtobus və buradan da şəhərin gözəl mənzərəsini görə bilərsiniz. Çox qəşəng idi şəhər. Yəni arxitektura falan o qədər qəşəng idi ki, mən çox bəyəndim. Yəni Milandan qəşəngdir, amma yenə də Milan ev kimi hiss etdirir mənə artıq. Burada artıq evimə çatdım və son saniyə çatdım çekinə, yoxsa evə necə girəcəydim bilmirəm. Yəni son saniyə də deməyim, hətta artıq yarım saat keçmişdi. Sadəcə işçilər var idi deyə sağ olsunlar açarı zadım mənə verdilər, yoxsa evə girə bilməyəcəkdim. Evdə bu arada mən çox bəyəndim. Burada hətta sizə göstərirəm. Hər şey tərtəmiz idi. Yəni biraz birisini bəyənmədim, amma da problem deyildi. Amma mənzərəyə bir baxın. Yəni ucuz evə görə məncə çox əla bir mənzərə idi. Çox əla görünür. Arxitektura ümumiyyətlə çox əladır Avstriyada. Çox bəyəndim. Ondan sonra burada sapaşkilərimi giyindiyim çox bir mistik bir video var. Çox qəribə görünür, amma çox gülməli görünür. Burada hazıram. Yemək yeməyə gedirəm. Çox soyuqdur, ekstra soyuqdur. Milanda 7-8 dərəcə idi. Burada hal-hazırda -1-dir və 1-2 saatdan sonra bu, yəni -2, -3, -4-ə qalxacaq. Və mənə soyuqdur. Bu günləri eləmək istədiyim təkcə bir şey var. Yemək və yatmaq, çünki çox az yatmışam. Çox yorğunam. Hara gedirsən git, yenə də McDonald's. Ən salamat variant olur, çünki bilmirsən qabağıma nə çıxacaq. Yeməkləri bəyəndim. Bəzən fərqlənir dadlar McDonald'sların. Ondan sonraki gündə dostum artıq gəlmişdi. Axşamı gəlmişdi, amma mən yatdığım üçün görməmişdim. Eyni oteldə qalırdıq. Burada qarşılayıram onu. Nə qədər soyuq olduğunu bu videodan anlamaq olar məncə. Yazıq kimi yanmasa. Yazıq kimi yanma. Soyuqdur, soyuq. Burada soyuqdur. Nəştər. Burada məşhur muzey var. Belvedere. Ora bilet almışdıq. Ora gedirdik. Muzey çox qəşəng idi. Çox böyük də bir muzey idi. Burada yavaş-yavaş artıq içəri giririk. Yəni mən belə art adamı deyiləm, amma yəni bəyəndim. Çox qəşəng görünürdü. Yəni hər otaq çox gözəl bir şəkildə düzəldilmişdi. Muzeyin hər bir otağı. Bu da The Kiss əsəridir. Çox məşhur bir əsərdir. Çık şəkillər, qəşəng şəkillər çəkdik. Sonra getdik şəhəri gəzməyə. Buradan çıxan kimi katedralı görürdük. Sonra getdik daha da yaxınına. Çox gözəl görünürdü. Milanın Duomosuna çox bənzəyir. Burada bəzi trendləri çəkirdik. Mən hər ay çəkirəm. February deyə qışqırdıq. Bir də binanı göstərib sonra üzümüzü göstərib belə bir trend var. Onu da yaxşı çəkməmişdim, amma yenə də çəkdik. Sonra bəzi şəkillər, fotolar çəkdik burada. Çox qəşəng. Burada çox xoşbəxt görünürəm. Şəhərin mərkəzində belə atlar var idi hər yerdə. Çox gözəl və estetik görünürdü. Burada yenə trendi çəkirik. Trendi çəkməyə çalışırıq. Axşamı da getdik Prater adlanan bir əyləncə parkına. Çox əla elədik ki, ora getdik. Çox gözəl attraksiyonlar var idi. İlkin olaraq şeytan çarxına mindik. 20 evroya yaxın deyəsən pul vermişdik. Amma məncə çox dəydi. Yəni bütün şəhəri yuxarıdan görmək olurdu. Yuxarı qalxmağa başladıqca, yəni çox gözəl mənzərəni görməyə başladıq. Baxın necə gözəl görünür. Bütün Avstriyanı, daha doğrusu Viyananı yuxarıdan görmüş olduq. Sonra güya ki qorxu evi olan attraksiyona mindik. Heç qorxulu deyildi deyə bilərəm. VR boxla girirdiniz və heç realistik görünmürdü. Amma yenə də biraz ürkmüşdük, amma heç bir şey olmadı. Sonra belə bir robot vardı hansı ki bizi dəvət eləyirdi oyuna getməyə. Gedirik roller coaster'a minməyə. Əlbəttə ki, Amerikadakına çatmır, amma yenə də roller coaster'dır dostlar. Roller coaster çox maraqlı idi. Təəssüf ki, oradan video çəkə bilmədik. Uzanıb gedirdik. Sonra buna mindik. Bu da əslində ən qorxulularından idi. Ona görə hamı minə bilmədi buna.
Amma yenə də bu çox maraqlı idi, yaxşı ki mindik. Sonra bir kino var, adını qeyd eləyəcəm. Onun çəkildiyi yerə getdik. Biz də bəzi uşaqlar ora getmək istəyirdilər, kinonu izləmişdilər deyə. Sabahsı günü çox aktivitə eləmədik. Aramızdan bəziləri artıq gedəcəkdilər deyə. Sonra buranın məşhur hot dogunu da yoxladıq. Ondan sonra buz yerinə getdik, amma hamı sürə bilmirdi deyə sürmədi. Amma mən çox istəyirdim burada girmək. Deməli dostlar, biz gəlmişik bir saraya, bir bağa, gəzdik, çəki çəkdirdik və yavaş-yavaş yollanırıq artıq. Normal həyatımıza qaydırıq. Yollanırıq. Yavaş-yavaş qeydirik. Bəli dostlar, hazır biz Nəbatat bağındayıq. Sadəcə biz biraz paralel kainatlar kesid eləmişik və paralel kainatlar Nəbatat bağı belə görünür. Zira ekoparka da biraz uçuyor. Bu qədər sadəcə. Təşəkkür edirik. Burada da yavaş-yavaş artıq hava qaralır. Evə gedirik və çox gözəl bir mənzərə ilə evə gedirik. Bəzi şeylər aldım. 10 kiloluq bagajım olsa da bəzi şeylər aldım ki, apara bilim Milana. Burada da artıq qaydırıq. İzlədiyinizə görə çox sağ olun. Sağ olun.